Bugün sizinlə Ramazan-ı Şərif ayında bağışlanma mövzusuna toxunacağıq. Qurani Kərimdə Allah Teala buyurur: "Qoy bağışlasınlar və güzəştə getsinlər." Məgər Allahın sizi bağışlamasını istəmirsinizmi? Bu ayə çox incə bir nöqtəyə toxunur. Biz hər gecə dua edirik: Allahım, məni bağışla. Amma bağışlanmaq istəyən bir qəlb bağışlamağa nə qədər hazırdır? Başqa bir ayədə Allah Teala bizə buyurur: "Onlar bolluqda da, darlıqda da infaq edərlər, qəzəblərini udarlar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər." Diqqət edin, burada bağışlamaq iman zəifliyi kimi deyil, mənəvi güc kimi təqdim olunur. Qəzəbi udmaq emosional özünü tənzimləmədir. Bu psixoloji yetkinlikdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur: "Güclü insan başqasını yıxan deyil, qəzəb anında özünü saxlaya biləndir." Bu hədis bugün psixologiyada emosional tənzimlənmə bacarığı adlanır. Bağışlamamaq nə edir? Bağışlamamaq travmanı aktiv saxlayır, sinir sistemini təhlükə rejimində saxlayır və kortizol hormonunu yüksəldir. Bədən hər xatırlamada yenidən eyni ağrını yaşayır. Elmi araşdırmalar göstərir ki, xroniki inciklik təşvişi artırır, depressiv simptomları dərinləşdirir. Hətta ürək-damar problemlərini, riskini yüksəldir. Yəni, bağışlamamaq sadəcə mənəvi problem deyil. Bu bioloji yükdür. Ramazan niyə bağışlanma ayıdır? Çünki Ramazan rəhmət ayıdır və rəhmət dolmaq üçün ürək boşalmalıdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə dua edərdi: Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. Biz bu duanı xüsusilə Qədr gecəsində oxuyuruq. Bağışlanmaq istəyirik. Amma bağışlamağı nə qədər öyrənmişik, nə qədər bacarırıq? Bağışlamaq nədir? Bu ediləni təsdiqləmək deyil. Bu haqsızlığı qəbul etmək də deyil. Bu sərhədsiz olmaq da deyil. Bağışlamaq hadisənin üzərindəki emosional hakimiyyəti geri almaqdır. Bağışlamaq mən artıq bu ağrının əsiri deyiləm deməkdir. Bəzən bağışlamaq qarşı tərəflə barışmaq demək deyil. Bəzən bağışlamaq yalnız Allahın huzurunda qəlbi təmizləməkdir. Ramazan ayı bizə acılıqla səbir öyrədir. Susuzluqla nəfsin tərbiyəsini öyrədir. Bağışlamaqla isə qəlbin azadlığını öyrədir. Bu Ramazanda özünüzə belə bir sual verin: mən kimə görə ürəyimdə yük daşıyıram? Mən bağışlamaq istəyirəmmi? İstəyirəm, amma bağışlayıram, bağışlaya bilirəmmi? Unutmayın, bağışlamaq iman gücüdür. Bağışlamaq psixoloji sağlamlıqdır və bəzən biz bir insanı deyil, öz keçmişimizi bağışlamalı oluruq. Qoy bu Ramazan-ı Şərif, qoy bu Ramazan ayı təkcə bədənimizi yox, ürəyimizi də yüngülləşdirsin. Qoy kin getsin, yerini rahatlıq tapsın. Qoy inciklik getsin, dua qəlblərimizi yüngülləşdirsin. Çünki bağışlamaq qarşı tərəfi azad etmək deyil. Bağışlamaq öz qəlbini azad etməkdir.